Deməli, Əli bəy, bizim üçün İran niyə görə çox önəmli və müzakirə edilməlidir? Çünki bizim canı canımızdan, qanı qanımızdan olan qardaşlarımız, soydaşlarımız orada var. Bəli. Bizim üçün çox maraqlı. Mən istəyirəm sizin fikrinizi alım ki, sizcə Amerika bütöv İran istəyir, yoxsa parçalanmış İran istəyir? Amerika bütün mən yəni analizlərdən, daha çox publik açıq mənbələrdəki məlumatlardan belə qənaətə gəlirəm ki, Amerika İranın parçalanmasını istəmir. Rejimin dəyişməsini istəyir. Amma mümkündür ki, ikinci variantlar da var. Parçalanmış İran variantı da var. Bunu daha çox Amerika ilə yox, bəlkə İsraillə əlaqələndirirlər. İranla bağlı Çinin də öz planları var, Rusiyanın da istəkləri var, Avropanın da planları var. Başqa, eyni zamanda türklərin, bizim də planlarımız var. Amma konkret bizə gəldikdə, indi siz qeyd elədiniz, bəli, İranda bizim 50 milyondan çox soydaşımız yaşayır. Azərbaycanlılar, türklər və onlar İranın bütün ərazilərində yaşayırlar. İndi biz hərdən danışırıq da Böyük Azərbaycan, bütöv Azərbaycan məsələsi və s. Başa düşürəm, bu bizim üçün çox önəmlidir, çox belə xüsusi, necə deyək, hisslərimizə o təsir edən bir məsələdir. Çünki biz bölünmüş xalqıq. Bizi parçalayıblar, bir hissəmiz Rusun işğalı altında qalmışıq. Sonra da Pəhləvi falan gəlibdi, bir hissəmizdə o Fars rejimlərinin işğalı altına düşüb. Ona görə biz birləşməni önəmli görürük və bəzən o yerdə qalanları özümüzdən saymırıq. Amma gerçəklik ondan ibarətdir ki, bugün İranda türklər yalnız Azərbaycanda yaşamır. Azərbaycanda İran türklərinin bəlkə də 1/3 yaşayır, çox yaşamır. Bəli. Bu 50 milyondan çox türk İranın bütün coğrafiyalarında yaşayır. Ona görə mən düşünürəm ki, hələlik ən doğru variant İranın demokratikləşməsidir. Əslində İranda normal demokratik bir hakimiyyət, dövlət olacaqsa, Fars olmayanların o hüquqları, siyasi hüquqları xüsusilə limitlənməyəcəksə, o halda İran bir türk dövlət ola bilər. Çünki çox biziksə, deməli orada parlamentdə çoxluq biz olacağıq, hökumətdə də çoxluq biz olacağıq. Pezeşkanın seçilməsi bir test idi. Bu göstərdi ki, İranda ən böyük xalq, sayca da, siyasi çəkisinə görə də ən böyük xalq türk millətidir. Mən düşünürəm ki, bax bizim siz də tanıyırsınız, mən də tanıyıram İrandan olan soydaşlarımızı. Mən açıq dəfələrlə Təbrizdə də olmuşam, Urmiyada olmuşam. Oradakı insanlarımız kifayət qədər yüksək mədəniyyətə, intellektə, siyasi mədəniyyətə sahibdirlər. Yəni o təəssürat yaranır, yox orada demokratiya olmasın. Olar. Əksinə o mollalar o cəmiyyətlə ayaqlaşmır. Yəni bax bu baş verən bu hadisələr onu göstərdi ki, o rejim xalqın səviyyəsindən aşağıdır. Bəli. İranın problemi var, amma rejimdədir. Rejim özü tıkanıb. Rejim özü gerizəkalıdır. Bəlkə də bir əsr, 2 əsr sonra öncəki zamana gedib çıxır. Xalq isə, xalq müasirdir. Xalq çox gözəl gerçəkliyi anlayır, müasir dünyanın çağın əhalisinin dəyərlərini. Gənclərdən ibarətdir ya. 50%-dən çoxu, İranda 50%-dən çox əhali 30 yaşdan aşağıdır. Amma İran bildiyimə qədər dünyada ən gənc əhalisi olan ölkədir. Hardasa 70% İran əhalisi gəncdir. Və üstəlik də bəli, bu günləri dünyada indi o intellekt belə deyək də, o göstəricilərinə görə İran dünyanın ən öndə gedən dövlətlərindən biridir. Təsəvvür edin, bu teokratik rejim əhalini bu qədər milyonlarla insanı hansı vəziyyətə salıb? Müasir dünyada 21-ci əsrdə oradakı insanlar hələ qədim illərdə yaşayırlar. İnternetləri yox, şəraitləri yox, azadlıqları yox, heç bir şeyləri yoxdur bunların. Tamamilə doğrudur. Xalq, İran xalqı, İran Azərbaycanlıları, İranda yaşayan türklər və insafən digər xalqlar da müasir dünyanın tələblərini anlayırlar. Normal, azad, demokratik dövlətdə yaşamağa layiq olan insanlardır. Rejim isə deyil. İndiki İrandakı mövcud olan o dini rejim, o teokratik rejim, bəli, o gerilikçi bir rejimdir. İnkişafdan da geri qalır. Dediyim kimi, İran xalqının özünün də inkişafından geri qalır və geri çəkir. Ona görə xalq narazıdır, ona görə xalq etiraz edir. Yəni, belədir də, adətən öndə gedən səndən ağıllı olanda, səndən üstün olanda qəbul edirsən. Amma o görəndə ki, o problem yaradır, o artıq ayaqlaşmır, nəyisə düz eləmir, onda etirazlar başlayır. Yəni, problem budur. Ona görə mən bildiyim qədər də Amerikanların bir nömrəli şərtli rejimdir. Təbii ki, orada neft məsələsi var, İran neftinə nəzarət məsələsi var. Bu artıq böyük siyasətli, geopolitikada, yeni dünya quruculuğu ilə bağlı olan məsələdir. Dünyada artıq paradigmalar dəyişir. Enerji kim nəzarət edəcəksə, dünya artıq onun nəzarətində olacaqdır. Bu baxımdan da İran dünyanın ən zəngin neft ölkələrindən biridir. Yəqin ki, mən düşünürəm ki, bütün hallarda Amerika şərtlərini çalışacaq ki, yəni zaten o seçim də var, dinç yolla.
reallaşdırsın. Amma böyük ehtimalla rejim bundan razılaşmayacaq. Ona görə də ehtimal demək olar ki, o savaş qaçılmazdır. Amma bir şey var. İran, indi biz onu həmişə görmüşük də, hər zaman əsassız Azərbaycana yükləniblər, ittiham ediblər. Baxmayaraq ki, özləri həmin o rejim mənsubları min bir oyundan çıxıblar. Erməniyə dəstək veriblər, oyun oynayıblar, burada təşkilatlar qurublar, ideoloji təxribat alıblar. Amma buna rəğmən hər zaman Azərbaycanı nədəsə qınayıblar, qısınayıblar. İndi də yenə bildiyim qədər müəyyən təhdidlər var. Düzdür, Cəlalzadənin təhdidini bura gördünüzdə gələndədir ki, bizim sərhədlərimizə hücum olsa sərhədlərimizi aşacaq. Bunlar nə qədər geri zəkalıdırlar. Bu şantajdır. Onların həmişə istifadə etdiyi bir üsuldur. Amerikanları da qorxudurlar. Bir tərəfdən danışırlar, bir tərəfdən qorxudurlar. Eyni zamanda bölgə dövlətlərini qorxudurlar və yeri gəlmişkən müəyyən qədər də onun təsiri də var, faydası var. Yəni artıq Səudiyyədir, Qətərdir, Türkiyədir. Onlar Amerika müraciət edirlər ki, bəlkə hücum eləməyəsiniz. Nədən? Düzdür, birinci səbəb odur ki, istəmirlər bölgədə gərginlik olsun. Çünki onlar başa düşürlər ki, bu savaş uzana bilər, İranda humanitar fəlakət ola bilər və bu 90 milyon insan yayıla bilər. Məsələn, Azərbaycana böyük bir 3 milyon insan gəlsə, görün nə boyda ciddi problemlər yaradır. Yaxud da Türkiyə indi uzun illər orada Suriyalıları yaşayıb da o böhranı yaşayan ölkədə orada bir 7-10 milyon Suriyalı var idi. O Türkiyədə nə qədər ciddi problemlər yaradırdı. Açıq da bu region dövlətləri də o qədər böyük gücün, maliyyənin sahibi deyil ki, bu milyonlarla insanı yaşada bilsin, yedirdə bilsin. Ona görə yəni birinci odur ki, region ölkələri başa düşürlər ki, müharibə olacaqsa bu ölkədəki sabitlik pozula bilər, problemlər yaranar. Amma məncə burada daha ciddisi odur ki, onlar doğrudan da qorxurlar ki, sabah Amerika İrana hücum edəcəksə, İran da qonşu ölkələrə hücum edəcək. Çünki onu İranlılar artıq deyiblər. Və bu təhdidlə, o necə ki, Rusiya həmişə nüvə silahı ilə qorxudur dünyanı və nəticə də alır. İndi də İran hücum edəcəm təhdidi ilə qorxutmaqla sanki o Amerikanın hücumunun qarşısını almağa çalışır. Amma Amerikada o güc deyil axı ki, onun belə şantajla qarşısını ala biləsən. Təbii. Bildiğim qədər artıq Amerikanın ikinci filosu gəlir. Bu həftənin axırına qədər o da gəlib çatacaqdır. Yəni həddin onlar da burada elə bir hərbi üstünlük yaratmaq istəyirlər ki, İranın istənilən o əks həmləsini dərhal qarşısını ala bilsinlər. Düzdür, indi ən çox narahat olan İsraildir. Yəni İranlılar onu gizlətmirlər. Deyirlər ki, Amerika bizə hücum edəcəksə, bizim birinci legitim hədəfimiz İsraildir. Amma eyni zamanda region dövlətlərində təhdid edirlər. Xüsusilə də Amerikanın bazalarını vuracaqlarını deyirlər. Hətta İran biraz da ötəyə gedir. Deyir ki, mən o təyyarə daşıyan gəmiləri belə vuracam. Böyük gəmiləri vuracam. İndi o sualtı qayıqları var, falanları var. Daha ciddi bir narahatçılıq da boğazın bağlanması təhlükəsidir. Oranın minalar falanlar deyir döşəyə bilərlər. O da dünyada neft qiymətlərinə falana təsir edir. Yəni birjalarda vəziyyət dəyişə bilər. Çünki dünya neftinin 25-30% bu Hörmüz boğazından keçir. Yəni bu körfəz ölkələri hamısı oradan çıxardır nefti. Təbii ki, yəni İran məncə bu təhdidlərlə sanki zaman qazanmağa, nə isə dəyişməyə çalışır. Amma dediyim kimi Amerikada bu qədər ordunu, qoşunu, ləşkəri elə boş-boşuna gətirməyib. Yəqin ki, bildiyim qədər onların şərtləri var. Şərtləri də çox sərtdir və yəqin ki, zaman məsələsi də var. İndi hər şey ola bilsin, açılmır, deyilmir. Çünki mən Türkiyənin, Prezident Ərdoğanın, Xarici İşlər Naziri Fidanın müdaxilələrindən hiss elədim ki, Türkiyə işin içindədir. Nə baş verdiyini bilir və çalışır ki, bir formada uclaşma olsun. Türkiyə çox istəyir ki, İran vurulmasın, dinç yolla həll olsun. İndi məncə hər şey qalıbdır İranın üzərində. Dinç yolla həll olunacağına isə inanımlar çox azdır. Yəni bu teokratik, bu molla, bu geri zəkalı rejim necə bu sakitcə çəkilməyəcək kənara. Anlaşılan odur ki, rejim razılaşmır, rejimin mövqeyi belədir ki, yəni öldü var, döndü yoxdur. İndi ola bilsin o başlarına deyir o güllə yağanda adamlar dəyişəcək, amma artıq gec olacaq, bu da var. Hər halda, əlbəttə, mən də istəməzdim o olsun. Çünki bir daha deyirəm, orada bizim 50 milyondan çox qardaşımız yaşayır. Bizim soydaşlarımız yaşayır. Ümumiyyətlə, insanlığa qarşı bunun olması... Ola bilməz ki, bəli, o İrana hücumlar olsun, o insanlarımız zərər görməsin. Əlbəttə. Yəni, bu bizim bir ölkə olaraq, dövlət olaraq bizə də zərərdir, təhlükədir. Oradakı qardaşlarımıza da təhlükədir. Üstəlik, indi hamı deyir, məsələn, yenə elə mən Rubio'nun açıqlaması var ki, orada minlərlə bunların raketləri var.
Yəni o raketlərin də sabah o xüsusilə ki, əgər Amerika orada nəzərə alıb da o xüsusilə siyasi rəhbərlik falan vurulandan sonra bir ola bilər ordu başlı başına olsun və o raketləri hara gəldi atsınlar. Yəni region üçün təhlükə var. Hətta mən düşünürəm ki, biz bütün hallarda bunu nəzərə almalıyıq. Yəni bizim dövlət də xüsusilə bu Xəzər dənizi ilə bağlı, neft yataqları ilə bağlı, neft ayırma zavodları ilə bağlı çox ciddi tədbirlər görmək lazımdır. Yəni o belə deyək də təhlükəsizlik tədbirləri görmək lazımdır. Yəni o ara qarışanda orada bir başpozuq o generallar, nə bilim o hərbiçilər hər bir şey edə bilərlər. Yəni bu da mümkündür. Buna da hazır olmaq lazımdır. Təbii ki, ən çox müzakirə olunur ki, bəs oradakı bizim soydaşlarımız, İranda yaşayan türklər nə edəcək? Qaçqın axını falan. Mən onu hər zaman demişdim, bir daha deyirəm. İranda yaşayan türklər nə olur olsun İrana sahib çıxmalıdırlar. Yəni biz sabahla orada hadisələr də olsa, faciələr də olsa, xilas olaq yox, o rejim gedəndən sonraki İrana sahib olaq qayəsi ilə yaşamalıyıq. Amma bütün hallarda da biz onlara dəstək verməyi də düşünməliyik. Ən azı humanitar təhlükə ola bilər. Sabah indi Türkiyə İranın ərazisində bir tampon bölgə yaradır. Biz də bu barədə düşünməliyik. Sabah Azərbaycanla İran arasında. Çünki o fikirləşir ki, Türkiyə tərəfi ki, sabah cəmaət gələrsə qaçqınlar, heç olmasa onları İran ərazisində nə iləsə təmin eləsinlər də, orada qorusunlar, orada qarşısını alsınlar da, o yardımı orada eləsinlər ki, da gəlib əlavə sorunlar, problem də yaratmasın. Yəni bu baxımdan biz də düşünürəm ki, bütün o humanitar təhlükələrə qarşı hazır olmalıyıq. İndidən müəyyən qida ehtiyatları eləməliyik, su ehtiyatları hazırlamalıyıq. Təbii ki, hava hücumundan müdafiə sistemlərimizi hazır vəziyyətə gətirməliyik. Çünki nə olur, nə olmaz. Bilmək olmaz səhər o, dediyim kimi, o ölkədə, aləm qarşısında bir-birinə onlar nə edəcəklər. Zaten də bunu açıq formada deyirlər.